Fagif, it's great to see you again here in Baku. How are you doing? Çox sağ ol, təşəkkür edirəm. Hər şey yaxşıdır. Mən də sizi görməyə çox şadam. İnanıram ki, bizim görüşümüz yenə də bir tarix olacaq. Yes, let's go back in time for a moment. Karabakh and FC Twente also faced each other here in 2009. It was FC Twente's first time in Baku. What do you remember about that time and period? İlk öncə bizim üçün ilk idi belə bir klubla qarşılaşmaq və bizlər də Avrokuboklarda yeni addımlar atırdıq və yeni tanımaya başlayırdıq. Və o vaxtki oyun Azərbaycanda çox möhtəşəm bir hava var idi ki, belə bir komanda ilə, yəni heyətində olan çox böyük bir ustalıq səviyyədə olan oyuncular var idi və mənim üçün də həmin oyun çox xüsusilə də idi. Çünki Steve McLaren həmin ilk oyun Hollandiyada məni görmüşdü və Bakıda artıq mənim komandama qoşulmamağıma artıq işarə verdi və mən də o cavabı əminliklə deyə bilərəm ki, hə dedim. So only 6 months later, in January 2010, you moved to FC Twente. Yeah, can you tell us a little bit more about how that happened and how the connection was with Steve McLaren? Əlbəttə ki, 10 il bundan qabaqki Twente ilə indiki Twente'nin fərqi var. Digər tərəfdən Steve McLaren kimi böyük bir məşqçinin heyətində olmaq çox qürur verici idi. Və indiki Twente'yə də uğurlar alır. Çünki 10 ildə də onlar da artıq böyüyüblər. How was that for the Azerbaijani football at that time that you moved to FC Twente? Azərbaycanda futbol 10 il bundan qabaqki ilə indikinin çox böyük bir fərqlərimiz var. Bunun nümunəsi həm Qarabağın nəticələridir. Həm dünənki oyunda Sabahın artıq Çempionlar Liqasında ikinci Azərbaycan komandası kimi təmsil etməsidir qrup mərkəzində. Bu Azərbaycan futbolunun inkişafı deməkdir. You said you're started now as a Coach. New career as a coach. What attracts you to coaching? Futbolçu olmaq bir tərəfdən yaxşıdır, amma məşqçi olmaq indi də bəlli olur ki, çox çətin bir peşədir. Və mənim də bu peşəni seçdirməyimin əsas məqsədi özümdə oynam var və istək var və ümidvaram ki, Azərbaycan futboluna və ölkə xaricində ola bilsin ki, olsun, xeyir verməkdir Azərbaycan futboluna. So recently you were also in the Netherlands with Azerbaijani on the 20s, I think. What were you doing in the Netherlands? Hollandiya futbolu səhv anlamıramsa o barədədir sual. Hollandiya futbolu çox böyük bir məktəbdir və əlbəttə ki, Azərbaycan futbolu bir balaca geridədir bu mənada. Ona görə də çox böyük bir məktəbdir və arzu edərdim ki, hər bir gənc Hollandiya məktəbini keçsin və o olan səviyyəni görsün. Və ona görə də fərqlərimiz ondan ibarətdir ki, bir balaca uşaq futbolunda çox böyük bir işlər görülür. Where will you be watching the game tomorrow? I think in the stadion. Stadionda bakacağım da tabii ki, başarılar, hər kəsə uğurlar arzu edirəm. İnanıram ki, güclü olan, yenə də o mənada ki, hər idmanda güclü olan tərəf qazanır və şans kimin əlindəsə o qazanacaq. So thank you for your time, Fagif, and good luck with everything. Siz çox sağ olun, sizə də uğurlar arzu edirəm. Təşəkkür edirəm ki, məni yaddan çıxartmadınız, məni dəvət elədiniz. Sizə də uğurlar. İnanıram ki, yeni görüşlərimiz olacaq.